Salam, hər vaxtınız xeyir olsun. Öskürək əleyhinə güclü bir vasitəni nəzərinizə çatdırmaq istəyirəm. Bir portakal götürürük, baş tərəfdən kəsirik az miqdarda, bir xörək qaşığı ilə ortadan ovuq açırıq. Buraya əlavə edirik bir diş sarımsaq, 10 qram zəncəfil. Bunları əvvəlcədən əlavə etməmişdən qabaq çox xırda doğramaq lazımdır. Və üzərinə bir qaşıq, çay qaşığı bal əlavə edilir, təmiz bal. Bunlar həmin ovuqda qarışdırılır qaşıqla və portakalın kəsilmiş baş tərəfini geri qaytarırıq. Qoyuruq bir kənara 2 saat qalır. 2 saatdan sonra bunları həmin bu qarışığı əlavə edirik bir qaba və portakalın qalan hissəsini də sıxırıq həmin o qaba. Bu qarışıq, alınan bu qarışıq güclü öskürək əleyhinə, bəlğəm gətirici və virus əleyhinə güclü təsir göstərir. 2 yaşa qədər, daha doğrusu 12 yaşa qədər uşaqlara 2 çay qaşığı gündə, 12 yaşdan yuxarı isə bütün bu qarışığı bir dəfəyə vermək olar. Hamınızı can sağlığı arzulayıram, özünüzdən müğayət olun.